Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Ey dünya, məndən uzaq ol ki, cilovun belindədir. Mən sənin caynaqlarından sıçrayıb çıxmışam, tələlərindən qurtulmuşam, sürüşkənliklərinə getməkdən çəkinmişəm. Oyun və şənliklərinlə tutub aldatdığın kəslər hardadılar? Zinət və bəzəklərinlə fitnə və azğınlıqlara saldığın ümmətlər hardadılar? İndi onlar görlara gürovdular və qəbirdə olan çuxurlarda itib batıblar. Allaha and olsun ki, əgər sən görünən bir şəxs və hiss olunan bir cisim olsaydın, bəndələri arzular vasitəsilə aldatmağının, ümmətləri uçurumlara atmağının və padşahları məhvə təslim edərək onları nə düşünülməsi və nə də qaydılması olmayan bəla və çətinlik noğurlarına salmağının əvəzində sənə ilahi hədd icra edərdim. Mənim sənə aldanmağım başdan şey deyil. Sürüşkənliklərinə ayaq basan sürüşər, bol sularının üstünə çıxan batar və torunun iplərindən uzaq gəzən müvəffəqiyyət qazanıb. Sənin əlindən salamat qalanın yataq yeri darısqal olsa da, nigarançılıq keçirməz. Dünya onun gözündə ötüb keçməsi gəlib çatmış bir gün kimidir. Uzaq ol məndən. Allaha and olsun, sənə ram olmayacam ki, məni xar edəsən. Tabe olmayacam ki, məni çəkib aparasan. Allaha and olsun, nəfsimi elə tərbiyə edəcəm ki, yavanlığına bir tikə çörək tapanda sevinərək təəccüblənsin. Duzla yavanlıq etməyə qane olub, uyğunlaşsın və gözlərimin kasasını öz halında qoyaram ki, suyu çəkilmiş bulaq kimi onun göz yaşı boşalsın. Otlayan heyvanın qarnı otladığı şeylərlə dolur və o yanı üstə düşür və qoyun sürüsü otdan doyandan sonra yatağına gedir. Əli də dörd ayaqlılar kimi öz azuqəsini yeyib yatsın. Belə olsa, gözləri aydın olsun ki, uzun illərdən sonra öz başına buraxılmış və sürüdə otlayan dörd ayaqlının yolunu gedir. Halbuki, insanın əzm və düşüncəsinin yeyib içmək olması ardır. Xoş o adamın halına ki, qayıdış qorxusu gözlərini oyaq saxlayan, yanlarını yataqlardan uzaqlaşdıran, dodaqları yavaş-yavaş Rəblərini zikr edən və istiğfarın çoxluğundan günahları dağılmış dəstənin içərisində Rəbbinin vacib etdiklərini əda edir. Çətinliklərdə dözümlüdür. Gecələr yuxu və mürgü qalib gələnə kimi yuxudan uzaqdır. Yeri öz döşəyi və əlini yastığı edir. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi məhz olar, nicat tapıb əbədi səadətə qovuşanlardır. Sizə təqvalı olmağı və Allahdan qorxmağı, eləcə də dünya sizi axtarsa da, sizin onu istəməməyinizi vəsiyyət edirəm. Dünya malından, əlinizdən alınmış şey üçün kədərlənməyin. Düz və doğru danışın, mükafat qazanmaq üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı və kömək olun. Sizə, bütün övladlarıma, əhl-i beytimə və məktubum çatan hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizi qaydaya salmağı və aranızda ayrılığa səbəb olan ixtilafları həll etməyi vəsiyyət edirəm. Çünki mən sizin cəddinizin belə buyurduğunu eşitmişəm ki, iki nəfərin arasını düzəltmək bütün namaz və oruclardan yaxşıdır. Yetimlər barəsində Allahdan qorxun. Belə ki, onların ağızlarını gah tox, gah da ac saxlamayın. Onlar sizin yanınızda məhv və heç olmasınlar. Qonşularınız barəsində Allahdan qorxun. Allahdan qorxun ki, onlar Peyğəmbərinizin sifariş etdiyi kimsələrdirlər. Həzrəti Peyğəmbər daima onları elə tapşırırdı ki, biz onlara miras müəyyənləşdirəcəyini güman etdik. Quran barəsində Allahdan qorxun. Allahdan qorxun ki, başqaları ona əməl etməklə sizdən qabağa düşməsinlər. Dininizin sütunu olan namaz barəsində Allahdan qorxun. Allahdan qorxun. Rəbbinizin evi barəsində Allahdan qorxun. Allahdan qorxun. Nə qədər ki, sağsınız,
onu boş qoymayın. Əgər o tərk edilsə, sizə möhlət verməyəcək. Mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad etmək barəsində Allahdan qorxun. Allahdan qorxun. Bir-birinizlə birlik və dostluğunuz olsun və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevirmək və bir-birinizdən ayrılmaqdan qorxun. Əmr və mərufu və nəhy əz münkəri tərk etməyin ki, pis əməlləriniz sizə hakim olarlar, sonra isə dua edərsiz, qəbul olmaz. Ey Əbdülmüttəlib oğulları! Sizi Əmr-əl-Möminin öldürüldü deyib, bu bəhanə ilə müsəlmanların qanlarına batmış halda görmək istəmirəm. Bilin ki, mənim əvəzimə ancaq qatilim öldürülməlidir. Baxın, əgər mən onun bu zərbəsi nəticəsində ölsəm, onun əvəzində ona bir zərbə vurun. Onu muslə etməyin. Çünki mən Allah Peyğəmbərinin belə buyurduğunu eşitmişəm ki, muslə etməkdən uzaq olub çəkinin, hətta qafağan it olsa belə. Hər səhər axşam Allahdan qorx. Nəfsin barəsində aldadıcı dünyadan çəkin. Heç vaxt ondan əmin və xatircəm olma. Bil ki, əgər nəfsini sevdiyin şeylərin çoxundan xoşa gəlməzliklərinə görə saxlamasan və qarşısını almasan, arzu və istəklər sənə çoxlu zərər ziyan vuracaq. Buna görə də nəfsinin qarşısını alaraq ona mane ol və qəzəb zamanı özündən çıxmağı özündən uzaqlaşdır. Bəndə həmişə əldən çıxarması təqdir edilməmiş şeyə çatanda sevinir. Ona çatması təqdir edilməmiş şeyə görə isə kədərlənir. Buna görə də dünyadan əldə etdiyin ən yaxşı şey ləzzət və şadlığa çatmaq və qəzəb işlətmək deyil, batil və nahaqqı yatırmaq, haqq və düzlüyü diriltmək olmalıdır. Gərək sevincin qabaqcadan göndərdiyin şey üçün, kədərin görmədiyin iş üçün, fikir düşüncən isə ölümdən sonra üçün olsun.